Kurumlar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası ilə əlaqədar aidiyyatı üzrə hazırlıq və dəyişikliklər tətbiq edilib. Təbibin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində xidmətlərin fasiləsiz təşkili məqsədi ilə zəruri hazırlıq işləri görülüb. Tibb ərazi bölmələrini idarə etmə birliyindən verilən məlumata görə bu fon ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi tərəfindən növbəli əsasında 75 briqada və 35 təcili tibbi yardım avtomobili ayrılıb. Tədbirin keçirildiyi müddətdə xüsusilə 4 tibb müəssisəsi, o cümlədən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində çalışacaq. Mümkün tibbi ehtiyaclar nəzərə alınaraq yeni klinikanın təcili və təxirəsalınmaz tibbi yardım, uşaq təcili və təxirəsalınmaz tibbi yardım şöbəsi, reanimasiya şöbəsi və o cümlədən də əməliyyatxana tam hazırlıq vəziyyətinə gətirilib. Eyni zamanda yoluxucu xəstəliklərlə bağlı Sabunçu Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Məhəmmədi modul tipli xəstəxanasında, yanıq xəsarətləri üzrə Mərkəzi Neftçilər xəstəxanasında və zəhərlənmə halları ilə bağlı kliniki tibbi mərkəzdə müvafiq çarpayı fondu ayrılıb. Tibb müəssisələrində istifadə olunacaq tibbi avadanlıq, dərman preparatları və tibbi ləvazimatlara olan ehtiyac əvvəlcədən müəyyənləşdirilərək tam təmin edilib. Bildirilib ki, bu fonu çərçivəsində ayrılmış otellər və tədbirlərin keçirildiyi ərazilərdə tibbi yardım briqadaları fasiləsiz fəaliyyət göstərəcək. Həmin günlərdə Bakı metrosu da eyni rejimdə işləyəcək. Qatarların intervallarında dəyişiklik ediləcək. Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətindən verilən məlumata görə tədbirin ilk günü mayın 17-si qeyri-iş günə təsadüf etsə də, qatarların hərəkəti şənbə günü qrafikinə uyğun təmin olunacaq. Həmin gün 28 may Əhmədli və əks istiqamətdə interval 2 dəqiqə 20 saniyə təşkil edəcək. Bundan əlavə ehtiyatı qatarlar olacaq. Qatarlar istənilən vaxt xəttə buraxılması üçün hazır vəziyyətdə saxlanılacaq. Koroğlu stansiyasında isə əməliyyat qərargahı fəaliyyət göstərəcək. Həmçinin sabahdan Bakubas MMC-nin istismarında olan bəzi marşrut xəttlərinin də hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilir. Dəyişikliyə əsasən 32 və 125 nömrəli müntəzəm marşrutların son dayanacaq məntəqəsi 28 may Nəqliyyat Mübadilə Mərkəzindən çıxarılaraq Dilarə Əliyeva küçəsində Səməd Vurğun bağının yanında təşkil ediləcək. Cəmşid Naxçıvanski adına hərbi lisey istiqamətində hərəkət edən 60 nömrəli marşrutun avtobusları Koroğlu Nəqliyyat Mübadilə Mərkəzinə daxil olmadan Heydər Əliyev prospektinin kənar hərəkət hissəsində metronun Koroğlu stansiyasının yaxınlığında dayanmaqla fəaliyyət göstərəcək. M8 nömrəli marşrutun aralıq dayanacaq məntəqəsi Gənclik Nəqliyyat Mübadilə Mərkəzindən çıxarılaraq Əhməd bəy Ağoğlu küçəsində təşkil olunacaq. Qeyd olunub ki, Hövsan, Mərdəkan qəsəbələri və metronun Xalqlar Dostluğu stansiyası istiqamətində fəaliyyət göstərən 120Y, 121Y, 140Y və Y1 nömrəli ekspres marşrutların fəaliyyəti isə müvəqqəti dayandırılacaq. Minaya Zaman, Üzeyir Ağayev, Xəzər xəbər.